Deməli, hörmətli bizim izləyicilər, bax, biz hazırda 3 sot yarımda bir evdən başladıq. Evin ikinci mərtəbəsində yataq otağına başladıq. Da çəkiliş belə alındı. Deməli, qufçalı 5 otaq. Bunun ikinci otağıdır, bax, belə bu vəziyyətdə. Getmə qaqa, getmə, uzağa getmə. Bunun yuxarıda olan sanitar qovşağı tam ev yaşayışlıdır, yerə təkrar edir. Ev 100, oranı söndürə bilərsən. Bu da onun üçüncü yataq otağıdır bu vəziyyətdə, bax belə. Evdə yaşayış olub, əşyalı da yəqin ki, bu? Əşyalı vəziyyət satışında yəqin ki? Yox. Əşyasız vəziyyətdə qopçalı 180 min manat. İndi düşək birinci mərtəbədə çəkək. Çox qısa çəkirəm, bu evdə yaşayış var. Bu da girən kimi burada nə idi belə? Bu da mətbəxdir bu. Burada da var belə. Bunun qonaq otağıdır, bu vəziyyətdə bu da, bax, kvadrat şəkildə. Əşyalar götürülür 180 min manat. Burada. Yəni burada da sanitar qovşağı. O belə qısa. Şimdi çıxaq çölə. Ana eyvanı çıxmadım. Bax orada bir eyvanı var. Burada ikinci eyvandır. Bax. Evin belə navesi var. Yəni evdə əlavə işlər görülür. Bu maşın saxlamaq üçün xeyli yer var. Yəni çox çəkərəm. Evin bax görürsünüz. Bağ içində yer var. Əlavə yardımcı tikili var. Sizə tam şəkildə çəkirəm. Qufçalı 3 sot yarımda 180 min manat. Görürsünüz, dəfələrlə qiyməti deyirəm ki, siz narahat olmayasınız. Çünki qiymət çox önəmli bir şeydir. Düzdür, Manal müəllim? Həmişə qiymət çox maraqlandırır. Bax, bu da bunun məhəlləsidir, tam şəkildə hametlənib, səliqəli. Qorunur. Yox, bundan başqa bir dənə də var. Bax, belə bu vəziyyətdə evidir. Qupçalı vəziyyətdə qoy. O belə. Nəysə. Gəldi sona videomuzu xahiş edirəm. Axıra qədər baxın, paylaşın, bizə dəstək olun.